Və Əz-Zümər surəsində dedi, Allah ölənlərin canını ölüm anında, ölməyənlərin canını isə onlar yuxuda ikən alır. Baxın, ruh nədir? Ruh insana canlılıq verən amildir. Murad, Allahı tanıyan ona mümkün deyil ki, əyilməsin. Çünki Allah o qədər rəhimdir, o qədər mərhəmətlidir ki, 30 ildir, 40 ildir, məsələn, içki içmişəm, mən qayıtmağım düzdür. Allah deyir, sən mənim yerimə niyə fikirləşirsən ki? Mən bütün günahlarımı bağışlayacağam. Qarışqanı aparıb, ehtiyatla yığdığı buğda dənəsi düzəlmir. Qarışqaya bu elmi kim vermişdir? Üzüntülü qəlblərə, dərdlərə dərmandır o. Hər an açıq qapısı, güvəncli ünvandır o. Hər kəsi mən o güvəncli açıq qapıya dəvət edirəm. Yəni, o Allahın qapısıdır. Gözəl qardaşım, ruh haqqında Allah Quranda deyir ki, sizə çox az bir bilgi vermişik. Ancaq ümumiyyətlə həm Peyğəmbərin danışdığını, həm Quran ayələrindən, həm ümumiyyətlə bu hadisələrdən baş verən alimlərin dediklərini cəmləyib, qısa da olsa belə bir məlumatı vermək istəyərdim ruh haqqında. Əvvəl ayədə istəyərdim oxuyum. Deməli, Ən'am surəsinin 60-cı ayəsində Allah Quranda deyir, gecələr sizi burada tərcümələrdə yatızdırmaq kimi, siz yatanda kimi ki, orada vəfat sözü keçir orada, təvaffədir, öldürdükdə. Ölümün zəif formasıdır o. Əslində o sözün mənası dünya fəaliyyətinizi saxladıqda. Yəni, biz filan kəs vəfat edib, bu zəif ölümdür. Və gecələr sizi vəfat etdirdikdə, gündüzlər isə nələr etdiyinizi bilən odur. Allah deyir. Və Əz-Zümər surəsində dedi, Allah ölənlərin canını ölüm anında, ölməyənlərin canını isə onlar yuxuda ikən alır. Baxın, canını alır yuxuda ikən. Və sonra deyir, onların hansının müddəti tamam olmuşsa, onları qaytarırıq. Deməli, can deyilən əsas ruh nəzərdə tutulur. Ruh o insanın canıdır. Ruh nədir? Ruh insana canlılıq verən amildir. Əgər o insan bədənində ruh olmasa, o amil də olmaz. Ruhunsa 3 qismi var, belə də 3 şöbəsi var, ya 3 təsiri var. Bunu Həzrət Əli əleyhissalam deyir ki, məsələn, insan bədənində nəbati, heyvani və insani ruh var. Bu nəbati nədir? Ana bətnində bu insanın ruhu bir növ bitki kimi, necə bu bir toxum böyüyər, o nəbati ruh o anda insanın bədənində olur. O həmin o enerji, orada parçalanma vasitəsindən orada başlayır artıq yığılmağa, inkişaf etməyə və o insanın cəsədi başlayır böyüməyə. İnsan gəlib bir həddə çatanda, belə deyək, 4 aylıq, yəni 3 dəfə 40 mərasimi keçəndə ana bətnində, 4 aylığında artıq ora heyvani ruh daxil olur. Və o uşaq, ana bətnindəki uşaq tərpənir. Bunu hamiləlik dövrü keçirən qadınlar hiss edirlər. 7-40, yəni 280 gün, 9 ay, 9 gecə deyirlər. Yəni o keçəndən sonra insan yəni dünyaya gəlir və ona insani ruh daxil olur. Bu cürə insanın bədənində olan bu 3 ruh insani ruha tabi olsa belə, hamısı avtonomlu, belə deyək də, sərbəst şəkildə özlərində qala bilirlər. Bu nə deməkdir? Yəni, insan yatarkən onun ruhu, insani ruh, insanı tərk edəndə, onun bədənində həm bitki və nəbati, həm də heyvani ruh onun tərkibində qalır. Bu da həmin insanın bədənindəki o nəbati ruh, onun enerjisini təmin edir. Yəni, hüceyrələrin parçalanmasından, maddələr mübadiləsindən alınan enerji vasitəsilə ürək əzələləri döyünür, ciyərlər açılıb, yığılır və nəfəs alır və bu ilə də cəsəd ölüm halı keçirtmir. Lakin onun diridən də heç belə o qədər diri kimi də deyil. Yəni, ölüdən o qədər fərqli deyil. Fərqi nədir? Fərqi odur ki, onun bədəni bioloji ölümü keçirtmir. Ancaq dinləmək, görmək,
eşitmək, danışmaq və ixtiyari hərəkəti edə bilmir. Bu ölünün halıdır. Ona görə Allah Teala Quranda bunu zəif ölüm halıdır. Və bunun haqqında Yapon alimləri, iki Yapon alimi, bu YouTube'da onların verilişinə baxmışam, tərcümə olmuşdur rus dilinə. Deyir, bütün insanlar paralel dünya yaşayırlar. Yəni həm cismani, həm də ruhi. Onlar deyir, ruhları deyir, insanlar yatan vaxtı onlardan ayrılır və atmosferdə bir çox hadisələrlə rastlaşırlar. Çünki deyir, insanın taleyində nə baş verəcəklər artıq o atmosferdə var. Yəni, belə deyək, zaman nisbi olduğu üçün keçmiş və gələcək hər bir şey atmosferdə var. Bu Yapon alimləri deyir. Və deyir, onlar deyir, orada deyir, həmin atmosferdə deyir, o informasiya ilə toqquşduqda gəlib onu beyinə ötürürlər. Lakin beyin deyir, göz vasitəsilə, qulaq vasitəsilə eşitdiyi informasiyanı beyinə cızıq kimi dərin belə deyək də yazı ilə yazanda onu xatırlayır. Lakin ruhun gətirdiyi həmin belə deyək, o bir növ qələmlə cızılaraq yazmadığı üçün, ancaq arxib şöbəsinə atıldığı üçün orada olur. Bu nə deməkdir? İnsan bir də görürsünüz ki, eyni hadisə eynən təkrarlanır. Sanki bunu yaşayıb o. Deyir, hə, bu məndə elmi ikinci dəfədir. Hə, bu da olub, bu da olub. Belə təəccübünü izlədə bilmir. Ancaq qabaqlaya bilmir informasiyanı. Nədən? Çünki zəif yazı halındadır o. O Yapon alimlər bunu izah edirlər ki, insanın ruhu yatdığı vaxtı ki, çıxmışdır və kainatda ki, bu belə deyək, kosmosda ya atmosferdə hardadır, o informasiyanla ki, görüşüb və onu insan beyninə gətirmişdir. Bu onun nəticəsidir ki, insanda o ikinci dəfə eynən təkrarlanmış kimi görsənir. Burada onların dediyi ruh, bəziləri hətta insanın ölüm anı mikro, belə nano mikro, belə deyək, ölçüsən tərəzinin üzərinə cəsədi qoyurlar və onun qan dövranını, nəfəs almaq hamısını hesablamaqla bərabər öləndə cəsədin çəkisinin dəyişildiyini deyirlər. Və buna da ruhun çəkisidirlər. Mən biraz onu qəbul etməsəm belə, ancaq bunu deyən var. Yəni, bəzi deyirlər, elm bunu qəbul etmir. Xeyr, elmdə bunu təsdiq edən və yaxud bunun üstündə işləyən alimlər var. Ruh biraz mücərrət amildir. Biz o, yəni belə maddi deyil, yəni biz onu tam başa düşə bilmərik. Ona görə Allah deyir ki, sizə az bir bilgi verilib və ruh insanın əsas təşkil hissədir. İnsanın təşkilinin əsas hissədir. İnsanın 3, 5, 20, 30, 50, 70 yaşındakı şəkillərinə baxsan, hamısı ayrı-ayrıdır. Ancaq ruh həmindir. İnsanın bir saniyədə, bax biz oturmuşuq burada, hər saniyədə 50 milyon hüceyrəmiz dəyişilir. Baxın, 70 il ərzində neçə milyon hüceyrəmiz dəyişilir. Yəni, bizim o dəyişilən hüceyrələrimiz yıxsa, bizim 10, 15, 20 də artıq cəsədimizi yıxmaq olar həmin hüceyrələrdə. Ancaq insanı təəccübləndirən odur, insan öləndən sonra necə yığılacaq? Sən heç olmadığın bir yerdən, sənə milyardlarla, trilyonla, 100 trilyondan çox hüceyrədən təşkil edən cəsəd Allah Teala dağıdıb bədəni bura atır. Və illər boyu daha 100 trilyonlarla hüceyrən cəsədə, bunun nə var ki? Sənin üçün əsas ruhdur. Əsas ruhdur. Ona görə də bəzən deyirlər ki, insan öldü, ancaq cəsəd, məsələn, dində, məsələn, bu təzə cəryanlar çıxıb ortalığa, bərzaq aləmini qəbul etmirlər. Allah açıq-aşkar deyir, onlar bura gələndən sonra dala qayıtmaqlarına bərzaq var. Və şəhidlər üçün, sənin ən çox toxunduğun mövzudur, sənin ən çox işıqlandırdığın mövzudur şəhidlər. Bəli, şəhidlər Allah yanında ölü deyirlər. Allah deyir, onlar Allah yanında diridirlər və ruzilənirlər. Baxın, bir varlıq ki, ruzilənir, harada cəsədin özümüz torpağın altına bastırmışıq. Bəs ruzilənən nədir? Onların ruhudur. Və yaxud Allah deyir ki, Fironu biz cəzalandırırıq, gecə və gündüz ona əzab verir. Qiyamət günü isə daha ağır cəza verəcək. Qiyamət günü isə, deməli, qiyamət olmadan o cəzadadır. Deməli, ruhun cəhənnəmi də var, cənnəti də var. İnsanın yuxuda yeyib, içib, keyf gördüyü anlar olub. Ancaq cəsəd yataqdadır. Və yaxud ağrı, acılı, dəhşətli yuxular görür. Bəs o insanın bədəninə toxunmurlar, heç nə boğmurlar, bir də görürsən boğulur, səsi hətta dəyişilir, hətta ağlayır. Bəs bunlar hiss edən nədir? Axı biz deyirik, insanın bədənində reflekslərdir, bədəninə toxunanda bu reflekslə beyni ötürür, o cavab verir. İndi isə nə beyin, nə bədən, nə dəri, heç nə işləmir, istifadə olunmur. Bütün bunlar göstərir ki, hər gecə insan o dünyaya gedib gəlir, yəni ruhlar aləminə gedib gəlir. Bugünləri çıxırlar ortalığa suallar, o dünyadan gələn kimdir? Hər gecə gedib gəldiyən, bəs səndən ayrılıb sənin daxil olan nədir? Bəs Allah bunu ruh kimi qoyub, qiyamətdə ki, o başqa, yəni
maddi cəhətdən, materialını Allah insanı qaldıracaq, onun hesabı o başqa. Bu tema ruhdandırsa, ruh mütləq var. Bu ruh olmasa, insanın cəsədi ölüm halını keçirdəcək. Əgər ruh özü ilə enerji belə deyək, yaradan nəbati hissəsini və hərəkət hissəsi olan heyvan hissəsini tamam çıxartsa, o artıq ölmüş bir insanın cəsədi olacaq. Təşəkkür edirəm. Doğrudan Murad, Allahı tanıyan ona mümkün deyil ki, əyilməsin. Çünki Allah o qədər rəhimdir, o qədər mərhəmətlidir ki, öz bəndələri haqqında o buyurur ki, Ən'am surəsinin 54-cü ayəsində deyir, Peyğəmbər deyir ki, onlar da sizə salam olsun, deyir. Rəbbiniz özünə rəhimli olmağı əzəldən yazmışdır. Yaratdıqlarına qarşı rəhimli olmağı Allah özünə bir vacib buyurmuşdur. 2 dənə ayə var, daha doğrusu 3 dənə ayə var ki, Allahın nə qədər bəndələrinə qarşı sevgili olduğunu orada o ayələrlə bildirmək istəyirəm. Bir ayədə deyir ki, qullarıma de, Allah deyir, bəndələrimə de, Əz-Zümər surəsinin 53-cü ayəsində, ey özlərinə zülm etmiş və həddlərini aşmış, nədə? Günah etməkdə. Deyir, onlar deyir, Allahın rəhmindən naümid olmasınlar. Allah onların bütün günahlarını bağışlayacaq. Gör, nə qədər ayədə Allah rəhmini təqdim edir bizə. Deyir, israf etmiş. Yəni, sən ki, deyirsən ki, insan var, ömrü boyu içib, indi qayıtmaqda çəkinir ki, mən necə qayıdım, 30 ildir, 40 ildir, məsələn, içki içmişəm, mən qayıtmağım düzdür. Allah deyir, sən mənim yerimə niyə fikirləşirsən ki? Mən bütün günahlarımı bağışlayacağam. Sən təki mənə tərəf, 54-cü ayədə deyir, təki mənə tərəf deyir. 35-ci ayədə deyir ki, beləcə Allah onların etdikdə ən pis əməllərini bağışlayacaq və etdiklərini yaxşı əməllərə görə mükafatlandıracaq. Ən pis əməllər, yəni insanın həyatında elə əməllər var ki, indi də yadına düşəndə xəcalət çəkir, ayda mən neynəmişəm. Heç istəməz ki, bunu başqası bilsin. Öz yadına düşəndə belə xəcalət çəkir. Axirət günündə də istəməz ki, onu heç kim bilsin. Allah deyir, narahat olma, mən onun da üstünü örtəcəm. Ancaq sən mən tərəfə gəl. Yaşından asılı olmayaraq. Səni aldatmasınlar ki, 50 yaşın var. Kim qoy bu həddi? Mən belə hədd qoymamışam. Dərk eləmişsən, indi gəl. Addımlar, gəl qabağa. Gör, Allah bir dənə Tövbə surəsi 70-ci ayəsində nə qədər gözəl, nə qədər rəhimli, nə qədər mehribanlığı bildirir bizə. Allah buyurur ki, tövbə edib Allaha tərəf gələnlərdir. Allah onların pis əməllərini yaxşı əməllərlə əvəz edər. Allah bağışlayan rəhmandır. Bu bilsən nə deməkdir? Sən əgər bir işə tövbə etmisənsə, 30 illik içki günah bu, 30 illik savab yazır sənə yerinə. Bağışlamaq o yana, hətta sənə 30 illik savab da bağışlayır üstünə. Bu qədər gözəl Allaha mən necə səcdə etməyim? Həzrət Peyğəmbər deyir ki, ya Rəbbim, möminlə, yəni sənə inananlardır, mömin inanan deməkdir. Axirətdə hesabı sən, mən bir də o adam olsun da, belə apar ki, cəmaət onun ayıb işlərini bilməsin. Çünki məhşər günündə hamı ortalıqda olacaq. Allah hesab aparanda hamı bir-birinin ayıbını biləcək, günahlarını biləcək. Deyim, sənə inananları sən, mən bir də o olsun. Allah nə cavab verir, bilirsən? Deyir, ya Rəsulum, sən məni necə deyir, tanımısan, deyir. Mən heç səni qoymayacam aramıza. Ki, onlar heç səndən belə utanmasınlar. Şərt nədir? Allaha iman etmək, ona səcdə etmək. Şərt bir dənə budur. Ona şərik qoşma. Yəni, Allahdan başqa Allah yoxdur. O, Allahı da tanıyıb, ona səcdə edəcək qədər tanı. Şərt budur. Bax, Allah deyib, bağışlayaram ona. Cənnətmi deyir, onun üçün yaratmışam da mən. Cənnət sənindir, deyib, mən səni orada gözləyirəm. Bəs deyə bilərlər ki, Adəm cənnətdə idi, onu niyə çıxartdı cənnətdən? Adəmlə Həvva bir predlog idi, bir vasitə idi ki, biz yerdə gələk, bu həyatı yaşayaq və cənnət və cəhənnəmin qiymətini bilək. Cənnət və cəhənnəmi Allah bizə nə bəxşiş etdi, onu bilək.
Biz burada əziyyət çəkmədən nemətlərə yiyələnsək, cənnəti istəmərik, elə buranı bəsdir də. Allah cənnətin qiymətini sənə bildirmək istəyir. Ona görə Quranda deyir ki, hamımızı cəhənnəmə salacam. Ancaq orada pis günahkarlar qalacaq. Az günahkarları da çıxardacaq Allah orada. Sadəcə ora cəza üçün salacaq, göstərmək üçün salacaq. Cəza üçün Allahı dananları saxlayacaq orada. Şərti bir dənə odur ki, mənə tərəf gəlin. Mənim dediklərimə əməl edin. Başa düşdüm bugün, tövbə el, mənə tərəf gəl. Allahı necə tanıyır? Allah cismani deyil. Allahı cisim ki tanımaq, lətifdir o. O bir varlıqdır ki, onun vücudu haqqında, vücud verib onun zatı haqqında fikirləşmək olmaz. Sadəcə olaraq, onun var deyib qəbul etmək lazımdır. Onun işlərinin nəticəsini görməliyik. İşlərinin nəticəsini görməliyik. Bayaqlar bir kipriyi misal çəkdim, gözü misal çəkdim. Ancaq bax, əllərimizin özü misal çəkir. Əlimizin üstündə Allah dırnaq yaradıb. Və dırnaq həmişə uzanır, həmişə kəsilir, qısaldırır. İş görərkən dırnaq bizə nə qədər kömək eləyir? Bir şeyi götürməyə, barmağımızın uzunu əzilməyində nə qədər şey eləyir? Bir də görsən zədələnir, körlanır. Əgər o böyüyən olmasaydı, o körlanmış olaraq qalıb bizə əziyyət verəcəkdi. Görün, Allah nə qədər kamil bir vücud verib bizə, o çıxır, körlanan hissəsi kəsib atılır, yenisi ilə onu biz üçün əvəz edir. Bir dırnaqda belə böyük bir alemin bizi düşünərək, düşünmək ona xas deyil, yəni biz öz dilimizdə danışırıq. Bizi əvvəldən düşünərək, bizi üçün hər bir şey kamil yaratdığını görərək. Bir qaşımızın gözün üstündə yerləşməyi, gözümüzü belə qıymaqla günəş şüasını nə qədər qaytarırıq? Qaşın göz üstündə yerləşməsi görün nə qədər öz yerindədir. Hər bir vücudumuzdakı hər bir detalın nə qədər kamil olduğunu görsək, bunun mütləq bir varlıq tərəfindən yaradıldığını qəbul etmək məcburiyyətində qalacaq. Bir alimə, uşaq olur alim, onu bir təbiətşünas elm yoxlamaq üçün sual edir. Deyir, sən mənə Allahı göstər. Deyir, mən sənə Allahı necə göstərim, deyir. Sən mənə, deyir, havanı göstərə bilərsən? Deyir, yox. Deyir, mən sən havanı uduruq, onun təsirini göstərə bilərəm. Külək kimi axır, onun təsirini göstərəm, onun nəticəsini göstərəm. Enerjinin gördüyü işin nəticəsini göstərə bilərəm. Deyir, yaxşı. Gedir bir stəkan süd gətirir. Deyir, bunun içində yağ var, deyir, var. Bu qatıq ola bilər, deyir, var. Pendir var, deyir, var. Deyir, göstərmə. Deyir, mən gəl xüsusi bir prosesdən onu keçirdim, onun nəticəsində sənə göstərəm. Deyir, mən də Allaha sənə onun işlərinin nəticəsi ilə göstərə bilərəm. O kamil işləri sənə göstərə bilərəm ki, başımızın üstündəki 7 qat atmosferi yaradıb və günəşin bənövşəyi su, ultra bənövşəyi suasının çoxluğu bizə zərər verə biləcək, oradan süzə gətirir. Atmosfer qatının özünün zərər görməməsi üçün, bir də onu qorumaq üçün, Van Alen qurşağı deyilən çətir kimi bir qurşaq yaradıb. Onu da qoruyur. Və Quranda da deyir ki, biz sizi qorunan göylər yaratdıq üstənizdə. Və deyir, siz üçün bərəkət nazil etdiyimiz göylər yaratdıq. Və bunları Quranda Allah deyir və bu günlərdə onun nə qədər kamil surətdə insana xidmət etdiyini görür. Və bütün aləmlərin, sanki yox bu belədir, insana xidmət etdiyini gördüyümüz halda və bunların bir varlıq tərəfindən bizə təslim edildiyini necə görməyim? Mən onun bu boyda nemətləmə təslimiyyatının qabağında bir səcdə qalır mənə, onu niyə etməyim ki? Mən Allahı yer kürəsinin oxunun 23,4 dərəcə təxminən əyildiyi ilə görürəm. Yer kürəsi əyilməsəydi, öz oxu düz olsaydı və yer kürəsi günəş ətrafında fəsillər yaranmazdı. Onu biraz əymək böyük bir elmin, kamil bir elmin nəticəsini göstərir. Onun bir qütbündə müsbət yüklü iyonların, bir qütbündə mənfi yüklü iyonların yerləşməsi böyük bir alemin əvvəldən düşündüyü bir sistemin quruluşunu qoyub ki, yer kürəsi günəşdən belə epiqraf tərəfində fırlanır, uzaq olanda onun cazibə qüvvəsindən qopub getməsin, yaxın olanda ona yapışmasın deyənə bir qütbündə, mənfi bir qütbündə müsbət yüklü atomlar yerləşir. Bunlar öz-özünə mi yaranıb?
Bütün elm mənə Allahı göstərir, bütün təcrübə mənə Allahı göstərir. Allah da mənə bir dənə ayə qoyub buramda. Zariyat surəsi 56-cı ayəsi. Mən insi və cinsi, yəni insanlar və cinləri, yəni şuur verdim varlıqlara. Ona görə yaratdım ki, mənə bəndə olsunlar, mənə ibadət etsinlər, qulluq etsinlər. Yəni, qulluğu da nədir? İbadətdir də. Elə bir çətin bir şey də deyil bu ibadət. İbadətin özündə bir paklıq var, ibadətin özündə bir təmizlik var, ibadətin özündə bir sağlamlıq var. Bir dəstəmazda Allah nə qədər sağlamlıq üçün vasitə qoyub. Doktor Alyaktinski bioaktiv nöqtələrdən danışarkən deyir, insan bədənində 59 yoxsa 61 bioaktiv nöqtə var ki, gün ərzində 5 dəfə aktivləşir. 5 dəfə aktivləşir. Həmin o bioaktiv nöqtələr insanın başında, gözlərinin qırağında, yanaqlarında, çənəsinin ucunda, dizlərində, biləklərində, dirsəyində və ayaq üzlərində və topuqlarında yerləşir. Bilirsiniz nə deyir? Deyir, bunların 5 vaxtı, sübh vaxtı, gündüz ortada olanda, günün ikinci yarısında, gün batan vaxtı və gecənin yarısı baş verir. Hamısı namaz vaxtıdır. Və namaz vaxtında bizdə dəst namaz var. İndi baxın, doktor Alyaktinski deyir ki, bunlar aktivləşən vaxtı nə etmək lazım ki, daha insanın bədənində daha gözəl bir təsir bağışlasın. Deyir, bunlara hidro, tempo və fizo masaj eləmək lazım. Hidro, yəni su, temperatur və fiziki masaj etmək lazım. Bunlar da hamısı dəst namazda var. Peyğəmbər deyir, soyuq su ilə alınan dəst namaz daha xeyirlidir. Soyuq su bizə, bədənimizə toxunanda həmin tempo masaj əmələ gəlir. O əlimizlə toxunanda başımıza, üzümüzə, həm ayaqlarımıza, topuğa qədər fizo masaj əmələ gəlir və bunları su ilə etdiyimiz üçün hidro masaj əmələ gəlir. Doktor Alyaktinski din adamı deyil. Rusiyanın alimidir, bu sahədə fəaliyyət göstərən alimdir. Onun dedikləri tam bizim dəstəmazda, yəni müsəlmanların dəstəmazında öz əksini tapır. Allah hətta ona olunan qulluqda o, həmin bu xeyirləri insana həm bu dünyada, həm də axirətdə qaytarır. Bu cürə Allahı necə sevməyək? Mən Allahın dediyi hər bir sözdə, hər bir əmirdə Allahın özünü görürəm. Və təbiətə baxanda sufilər deyir ki, əgər sən deyir, yarpağa baxdın, ağacı görmədinsə, ağaca baxdın, Allahı görmədinsə, yarpağa Allahı görmədin, meyvəyə baxdın, doğrudan da belə baxırsan, bir gövdəyə baxırsan, görürsən oradan armud. Həmin o cürə gövdədən alma, portağal, xurma. Bunlar necə olur ki, eyni tərkibli torpaqdan müxtəlif meyvələr yetişdirir. Müxtəlif fəsillərdə çıxır. Yəni, bu toxumların özünün mü ağlıdır bu? Bir çox şeydə Allahı görmək olar. Bir dənə də misal çəkim inşallah. Qarışqa buğdanı götürür, aparır torpağın altına. Orada yağış da dəyir, gün şüası da dəyir, cücərmir. Bilirik ki, buğda adi bir nəmişlikdən cücərən bir toxumdur. Sən demə, buğdanın baş tərəfində dişi hüceyrə var ki, buğdanın cücərməsinə səbəb olan odur. Qarışqa həmin dişi hüceyrəni dişləyir və onun üzərinə parmiyat turşu, qarışqa turşusu deyirlər, ondan buraxır. Və o dişi hüceyrə öləndən sonra oradakı erkək hüceyrələr nə qədər də onu mayalandırsalar, heç bir cücərtə əmələ gəlmir. Ona görə torpaq altındakı nəmişlik və günəşin şüası toxunsa belə, qarışqanı aparıb ehtiyatla yığdığı buğda dənəsi cücərmir. Qarışqaya bu elmi kim vermişdir? Dişi hüceyrəni müasir insan qabağında mikroskopla asıb göstərsə, o bilməyəcək ki, bu həmin o dişi hüceyrədir. Qarışqa hardan bilirdi? Məhz dişi hüceyrəni zədələyirdi. Erkək hüceyrədən heç olmur. Bu özü, yəni Allahın mütləq varlığı oldu. Hər şey Allahın yaratdığı və bütün genlərə qoyduğu qanunlar o varlıq tərəfindən olduğunu sübutudur. Mən Allahı belə tanıyıram. Allah üçün sadəcə olaraq belə bir zikr var. Huvəllahu, la iləhə illəhu. O zikrin bir növ Azərbaycanca geniş formasıdır. Təkdir o. Təkdir o, şəriksizdir, varlığı pünhandır o. Yaradıb nizamlayan Xaliq-i Sübhandır o. Yoxun var olmağına hökm edən sultandır o. Hər şeyi var eləyən Rahimli Rəhmandır o. Nazil etdiyi kitabı sahibi Qur'andır o.
quluna yol göstərən nur-i çıraqbandır o. Məxluqa ruzu verən ən ali ehsandır o. İmanlı saf ürəkdə daima mehmandır o. Hər şey nəzarətində, hər işi səhmandır o. Nə əvvəl, nə axırı, hakimi dövrandır o. Üzüntülü qəlblərə, dərdlərə dərmandır o. Hər an açıq qapısı, güvəncli ünvandır o. Hər kəsi mən o güvəncli açıq qapıya dəvət edirəm. Yəni, o Allahın qapısıdır. Mən çox təşəkkür edirəm sizə. İnanın, sözü satmağa adam bu saat xeridar tapa bilmir. Təşəkkür edirəm ki, siz sözə, mənəviyyata, ruhaniyyata bu qədər böyük qiymət verirsiniz. Zaten mən sizi onsuz da tanıyıram verilişlərinizdən, o şəhidlər, qazilər haqqında çəkdiyiniz, gözəl insanlar haqqında çəkdiyiniz verilişlərdən tanıyıram sizi. Çox təşəkkür edirəm ki, gəldiniz bu günləri burada da elə mövzular qoydunuz ki, ruhaniyyət haqqında, insaniyyət haqqında, mənəviyyat haqqında mən Xızı TV-yə uğurlar arzulayıram və elə bu cürədə davam edin, uğurlarınız bol olsun. Sizə sadəcə təşəkkür edirəm ki, arayıb, axtarıb bu mövzuları danışan insanları tapırsınız, onları işıqlandırırsınız. Bir daha sizə minnətdarlıq edirəm. Çox sağ olun.